bax. Deyir ki, onlar ad günüm üçün mənə hədiyyə verdilər. Nəyi verdilər hədiyyəni? Kimə verdilər? Mənə. Cümləmizdə iki tamamlıq var. Biri canlıdır, biri cansızdır. Yəni, hər dəfə birini qabağa keçirməliyəm. A present hədiyyədir, cansız. Qabağa keçirdim. A present was given. Yadımızda qalsın. Cansız tamamlıq qabağa keçəndə canlıdan əvvəl to yazmalıyıq. A present was given to me by them. Burada sənin mübtədan Z-dir. Sən mübtədadan əvvəl by qoymalısan. Canlı tamamlıqdan əvvəl to qoymalısan. Yəni 4-də bu düz yazılıbdır. Hədiyyə mənə onlar tərəfindən verildi. Buradakı canlını qabağa keçirəndə bu adlıq halda keçir. Yəni me obyekt əvəzliyidir. Biz bunu adlıq hala salırıq. I. Bu da 2-dədir. 3 onsuz da səhvdir. Çünki mübtədə olduğu kimi qala bilməz. Cavabımız olacaq 2-4.